İndi isə uzun tələffüz edilən saitləri öyrənirik sizlərlə. Dilimizdə bilirik ki, 9 sait var və bu 9 saitdən ikisi uzun tələffüz edilmir. O saitlərimiz hansılardır? I və Ü saitləri. Bu saitlər uzun tələffüz edilmir. Uzanmır yazaq. Yerdə qalan digər saitlərimiz isə uzun tələffüz edilir. Biz saitin uzun olduğunu, uzun tələffüz edildiyini hardan bilirik? Qoşa nöqtə ilə. Əgər saitin qabağında transkripsiyada və ya böyük mötərizə deyə bilərik. Qoşa nöqtə qoyulubdursa da, deməli bu sait uzun tələffüz edilir. Əgər qoşa nöqtə yoxdursa da, deməli bu sait uzun tələffüz edilmir. Bir dənə Ü ilə istisnamız var. Üfüqi sözü, üfüqi. Bu sözdə, üfüqi sözündə Ü uzanır. Bu sözümüz isə istisnadır. İndi isə keçək, saitlərin uzanmasını necə tapmalıyıq və nələrə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, uşaqlar, yadda saxlamaq lazımdır ki, saitin uzanması kökdə də ola bilər. Kökdə. Şəkilçidə də ola bilər. Yəni, şəkilçidə. Yəni, biz saitin uzanmasına həm sözün kökündə rast gələ bilərik, həm də şəkilçidə rast gələ bilərik. Bu nə deməkdir? Məsələn, alim sözünü yazırıq, alim. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, biz uzanmanı, məsələn, saiti bir neçə saniyə uzadırıq. Əgər görürük ki, həqiqətən uzanma alınırsa, deməli, həmin sait uzanır. Yəni, biz sözdəki bütün saitlərdə bu qaydanı tətbiq edə bilərik. Məsələn, alim uzandı. Deməli, A uzanır. İndi yeni uzadaq. Alim alınmır. Baxırıq ki, nəsə məna, yəni tələffüzdə bir uyğunsuzluq yaranır. Normal şəkildə səslənmir. Yəni, biz uzanmanı bir neçə saniyə, saiti bir neçə saniyə uzanmaqla tapa bilərik. Və yaxud da başqa xəzinə sözünü yazaq. Xəzinə. Burada alim, A uzandı. Və onu da yadda saxlayın ki, əgərləri düzgün tələffüz, sizdən düzgün tələffüzü tələb edirlərsə, sözün düzgün tələffüzünü göstərin deyirsə, əgər siz alim sözünü yazıb, burada qoşa nöqtəni qoymasanız, amma A-lı, İ-mi? Bu səslər yazılsa, yenə də düzgün tələffüz alınmır. Mütləq, əgər sözdə uzanma varsa, qoşa nöqtə qoyulmalıdır. Qoşa nöqtə qoyulmasa, səslərin hamısını, yəni verilən hərflərə aid səslərin hamısını düzgündə yazsanız, yenə də səhv olur. Ona görə mütləq uzanma varsa, qoşa nöqtəni qoymaq lazımdır. Gəlin xəzinə sözünə baxaq. Birinci əni uzadaq. Xəzinə, xəzinə alınmadı. İndi İ-ni uzadırıq. Xəzinə, xəzinə uzandı. Sonuncu əni uzadaq. Xəzinə olmur. Deməli, burada da xəzinə. İ uzun tələffüz edilirmiş. Bu sözlərdə uzanma hardadır uşaqlar? Kökdə yoxsa şəkilçidə? Təbii ki, kökdədir. Alim sözün köküdür, xəzinə sözün köküdür. Bəs şəkilçidə necə tapırıq uzanmanı? Şəkilçidə bizim son şəkilçilərimiz var, bir də ön şəkilçilərimiz var, bilirik. Hansı ön şəkilçilərdir? Birinci ön şəkilçilər. Ön şəkilçi nə deməkdir? Kökdən əvvəl artırılır. Ba, la, bi, na. Baxın, bunlar şəkilçilərdir. Ön şəkilçi olduğunu hardan bilirik? Baxın, bu işarələr bu şəkilçilərdən sonra qoyur. Yəni, bunlardan sonra kök gəlir. O deməkdir. Məsələn, baməzə. Baməzə. Sözün kökü məzədir. Ba ön şəkilçisidir. Yadda saxlayın. Bala, bina kimi də yadda saxlamaq olar bu şəkilçiləri. Bala, bina sözündən şəkilçini yadda saxlamaq olar. Hansı ön şəkilçilər oldu? Bala, bina. Bu şəkilçilərdə həmişə, yəni bu ön şəkilçilərimizdir bunlar və bunlarda olan saitlər uzanır. Bu sözün tələffüz forması belə olur. Baməzə. Burada uzanma var. Daha sonra laməkan. Məkan sözün köküdür, la ön şəkilçidir. Və tələffüz zamanı belə olur. La, məkan. Bivəfa. Bi ön şəkilçidir, həmçinin leksik şəkilçidir, vəfa kökdür. Tələffüz
bi və fa şəklində olur. Və yaxud naya nə deyə bilərik? Məsələn, nadinc. Nadinc. Na. Na. Leksik, dinc, kök. Bu oldu necə? Nadinc. Deməli, bildik ki, kökdə uzanma olduğu kimi ön şəkilçilərdə də uzanma olur. Bəs hansı son şəkilçilərimiz uzun tələffüz olunur? Hansı son şəkilçilərdir? Bura 1 qoyaq, kök olsun. Bura 2 qoyaq, ön şəkilçi olsun. Burada, buradan yazaq. 3 qoyaq, bu da olsun bizim son şəkilçilərimiz. Sözün sonuna artırılan şəkilçilər. Bunları belə qısa yazıram. Hansı şəkilçilərdir onlar? Anə şəkilçisi, yanə şəkilçisi, namə şəkilçisi, bir də bəzi sözlərdə amis qabağınıza çıxa bilər. Anə, məsələn, sabir. Sabir sözündə bilirik ki, bunu belə tək yazsaq, sabir. Kökdə uzanma baş verdi. İndi biz buna anə şəkilçisini artıraq. Sabir, anə. Sabir sözün köküdür, anə leksik şəkilçidir. Sabir sözündə bildik ki, kökdə uzanma var. Eyni zamanda artıq öyrəndik ki, anə, yanə, namə, amis şəkilçilərindəki a saiti uzanır. Deməli, sabiranə sözündə şəkilçidəki a da uzandı, kökdəki a da uzandı. Deməli, Azərbaycan dilində bir sözdə bir sait də uzana bilər, bir sözdə 2 sait də uzana bilər. Məsələn, sabiranə sözündə 2 sait səs uzun tələffüz edilir. Biri sözün kökündədir, biri şəkilçidədir. Yəni, şəkilçisinə aid nümunə yazaq, Füzuli. Bir də yadınızda qalsın, Füzuli deyil, f-dan sonra i deyil, f-dan sonra üdür. Füzuli sözündə uzanmaya baxaq. Füzuli. Buna yanə şəkilçisini artıraq. Füzuli, yanə. Tələffüzünə baxırıq. Deməli, Füzuliyanə sözündə 2 sait uzun tələffüz olundu. Biri kökdə, biri şəkilçidə. Namə, tərif, namə. Yenə də həm tərif sözündə tərif namə demirik. Tərif, namə. 2 uzanma var. Amis, heyrətamiz. Amis şəkilçisi uzanır. Heyrət, amis. Burada a uzanır. Namə sözündə məsələn dəvətnamə a uzanır. Şəkilçimiz uzun tələffüz edilir. Yəni demirik 100% bu şəkilçisi hansı sözdə varsa orada 2 sait uzanır. Xeyr. Sadəcə olaraq deyirik ki, bu şəkilçilərdəki saitlərimiz uzanır. Bir də əsasən bu şəkilçilər həmişə demirik. Əsasən sözlərə artırılanda ola bilsin ki, orada 2 sait uzana bilər. Bəs desəz ki, yalnız bu sözlərdə 2 saitin, bu şəkilçilərdə 2 saitin uzanmasına rast gəlirik. Xeyr. Məsələn, tabeli, tabesiz kimi sözlər qabağınıza çıxa bilər. Tabeli, tabesiz, simasız. İki səs uzanır. Məsələn, beli, tabesiz, simasız və s. Və uzanma ilə də onu yadda saxlayın ki, asan sözündə asan sözü uzanmır, asan olmur. Elə asan olduğu kimi də qalır. Burada uzanma yoxdur. Sonra sizin qabağınıza heca sözünü verə bilər, çıxa bilər daha doğrusu. Heca olmur, heca, uzanma yoxdur. Amma belə versə, hecalı şəkilçi artırsa, bu zaman tələffüzdə hecalı. Bu uzanmanı görə bilərsiniz. Yəni belə uzanma ola bilər.
Ümid edirəm ki, uzun saatlər haqqında elə də probleminiz olmaz. Yəni sadəcə olaraq yadda saxlayın ki, Azərbaycan dilində 2 saat səsimiz uzanmır. Bu ı-dır, bir də ü-dür. Həm də bilirik ki, ı ilə söz başlamır. Üfüqi sözü istisnadır. Daha sonra alim, xəzinə və sair kimi bu sözlərdə uzanmanı necə tapırıq? Uzatmaqla tapırıq. Yəni saatı uzun tələffüz eləməklə bunları tapa bilirik. Bu qədər. Yəni şəkilçiləri də yadda saxlamaq lazımdır.